Her birinizi hoş gördüm değerli izleyicilerim. Küləkli bir havadır, soyuq bir havadır. Ama biz yenə də dayanmırıq. Çəkilişlərimizə davam eləyirik. Sizlərə gözəl bir həyət evi təqdim eləyəcəm. Mərdəkandayıq, Makaron ərazisindəyik. 520 min manata olan 5 sotun içində 220 kvadratlıq tam əşyalı bu evin təqdimatına başladıq. Videonu dayandır, gəlirəm aşağıdan da çəkək. Güzel evdi valla, almağa değer. İndi bilirsiniz neye video başlamamıştan fikir verirdim. Bir tane divarlarda ışıkları zəhmət olmasa göster. Gör necə bir tane qəşəng figur yaranır onlarda. Əla. Bilmirəm videoda ne kadar düzgün düşür. Ama görüntü möhtəşəmdir. Hava da soyuqdur bu arada. Bura istidir. Gel isti. Bak. İsti döşəməsi olan 30 kvadratlıq besetkası, yanında sanitar qovşağı, televizoru tam əşyalı. Bu arada içinde mangalı da var. Bunu da qeyd edeyim sizlərə. 8 metr uzunluğunda, 4 metr enində. Bu da isti hovuzdur. İstəsəz bir dənə kombi qoyub onu da isidə bilərsiniz. Davam eləyək. Evin sizlərə üzündən danışmaq istəyirəm. Keramogranitlə üzlənilib gözəl işıqlandırması var. Ama siz bunlara bakmayın. Her zaman dediğim kimi evlərinizi mütəxəssis gətirib almadan önce yoxlatdırın. Gəlin də evin daxili ilə də tanış olaq. Ora keçməmişdən önce bir dənə veranda buradadır. Bax, buranı çəkdin. Evin ətrafını tam dövr eləmək mümkündür. Burada 10 tonluq su ambarı var və hovuzun su ambarı buradadır. Bu güzelliğe özünüz bakın. Adam nereye açılır evde maşallah. Allah sizlere de bundan daha güzellerini nəsib eləsin. Valla mən 1 milyonluq evlərdə yəni bu qədər təəccüblənmirəm. Evdə o qədər gözəl rəng tonlarından istifadə olunub ki, yəni çox xoşuma gəldi. Sənin də xoşuma gəldisə like düyməsinə toxun. Gəl, mətbəxi ilə də tanış olaq. Mətbəxin qarşısında burada qəşəng bir dənə verandası. Mən hər zaman yenə də belə yarımçıq açacağım. Buradan çıxışı var və hovuz mənzərəsi var. Hətta televizoruna kimi qoyulub. Bir dənə burada çatmayan kondisionerlərdir. Onu da inşallah siz özünüz qoyarsınız. Yəni 520 min manata məncə bu evi almağa dəyər. Ümumi sanitar qovşağı. Ən böyük plusu da evdə 4 dənə yataq otağı var. Üçünün sanitar qovşağı var. Yəni onun özü bir plusdur. Burada bir tane yatak otağı, televizoru, yatak dəsti, qardırobu. Ev tam isti döşəməli. İsti pol. Burada da bir tane yatak otağı. Yine de burada qardırobu və özünün sanitar qovşağı var. Baxın, evin bu gözəlliyini allanmayın. Evləri tikənlərin demək olar ki 90%-i mənim dostlarımdır. Burada da bir yataq qardırob. Amma buna baxmayaraq evlərinizi alanda mütləq formada evin tikintinin şəkillərini, videolarını tələb eləyin. Ya da bir mütəxəssis varsa gətirin, baxsınlar. Onlar qiymət versinlər. Ondan sonra evinizi alın. Burada da yenə də sonuncu, 4-cü yataq otağı, özünün qardırobu və sanitar qovşağı. Əla qardaş, əllərinizə sağlıq. Çox gözəl. Çox gözəl iş görmüşsünüz maşallah. Biz bəyəndik. İnşallah siz də bəyəndinizsə videomuza like düyməsinə toxunun. Kommentlərinizi gözləyirəm. Allah hər birimizə, mənim xalqımın hər birinə belə gözəl evlərdə yaşamağı nəsib eləsin inşallah. Sağ olun, özünüzdən müğayət olun. Görüşmək ümidi ilə. Hələlik.